Bakının Nərimanov rayonunda yerləşən məşhur Şəki restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib. Doğru Xəbər Azərbaycan qlobal infaza istinadən xəbər verir ki, ərazidə yol infrastrukturunun yenidən qurulması səbəbindən sözü gedən restoran sökülüb və sahibinə isə kompensasiya olaraq nə az nə çox, düz 14 milyon manat pul verilib. Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb. Şəki restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyni adlı obyekt tikdirdiyi deyilir. Qeyd edək ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir. Şəki restoranının sahibi mərhum deputat Fərhad Qəribov olub. Hazırda onun biznesinə oğlu Zöhrab Qəribovun nəzarət etdiyi bildirilir.